Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, çox hörmətli Elmir Əmlac kanalının izləyiciləri, dəyərlilərimiz bizim. Sizləri salamlayıram, yenə bilirsiniz hardan. Bu ərazini çox sevirəm. Mənə elə gəlir ki, bundan sonra bu ərazilərdə çox çəkilişlər eləyəcəm. Yenə deyirəm, niyə görə? Şuvalan Mayak ərazisində demək olar ki, mən iş vaxtımda neçə illərdir işləyirəm. Başqa ərazilərdən çox ev satmışıq. Bizə qismət olub, ev çox satmışıq. Çünki ev sahibləri düzgün məlumat veriblər, düzgün qiymət deyiblər və yeni müştəri ilə, yəni yeni alacaq ev sahibləri ilə ev sahibləri çox mehriban və danışıq əsnasında yola gəliblər, evləri biz satmışıq. Sizlərə indi bugün mən bu vaxtı, yəni qaranlıq gecəni özümüz bu vaxtı seçmişik ki, bu evin çəkilişin bu vaxt eləyək. Bu evin demək olar ki, bütün işıqlandırması, evin həyəti tam olaraq bizim çəkilişimizə düşsün. Ərazi olaraq 6 sotdur. Şuvalan Mayak ərazisində, yenə deyirəm, Alaçatı restoranı birinci stopdan 600 metrlik yoxdur heç. 600 metrdən yaxın bir ərazidə, hündür bir ərazidə bu evi sizə təqdim eləməyə başlayıram. Evin qiyməti bilirsiniz necədir? 495 min manat bütün əşyalı. Çox qəşəng, keyfiyyətli, gözəl bu ev, evin içərisinə keçəndə görəcəksiniz. Evin içərisi həyətindən də gözəldir, amma maşallah həyəti də gözəldir. Baxın, burada böyük, geniş bir landşaft hissəsi var, yaşıllığı var. Bax, bu yaşıllıqdan, buradan divara qədər 2 metr məsafə var. Gələcəyinə burada nə hissəsiz meyvə ağacı da əkib, becərib, genişləndirə bilərsiniz bu ərazini. Həyətin, bax, evin hər tərəfinə fırlanmaq olur. Hasarla evin arasında ən aşağısı 80 sm. Bu hissədə, evin arxa hissəsində isə geniş bir məsafə var. 2 metr məsafə var. Bəli. 2 metr məsafə var. Doğrudan. Onda bura çoxdur. Mən səhv dedim. Onda bura çoxdur Elvin. Mən səhv dedim. Mən 2 metr məsafə tutdum. 1, 2, 3, o 4 metrdir. 4 metrdən çoxdur. Bəli. Elvin düz deyir. Burada da çoxdur. Mən həmişə çox demək istəmədim. Deyərdilər ki, bu nə qədərdir? Amma düzdür. Ev yerdən kürsülü inşa olunub. Bax, bu pəncərə, vitrin pəncərə, deməli, yataq otağıdır. Birinci mərtəbədə. Bu vitrin pəncərə qonaq otağıdır. Orada yataq otağıdır. Ümumi birbaşa dəhlizdən çıxışdı, eyvana çıxışdı. Həm yataq otağından, həm də dəhlizdən. Burada ikinci yataq otağıdır. Yataq otağı. Sonra evin bu hissəsində gözəl bir landşaft hissəsi, çox hovuzun ətrafında bugünkü gündə görürsünüz, hər bir şey var. Ev sahibi bu həyətdən bu dəqiqə həzz alır, dincəlir, gözəl bir şəraiti var. Hovuz, isti hovuzdur, istənilən vaxtda qızdıra bilirsiniz. 2 dənə şezlong, sonra oturub burada 2 nəfərlik, kofe içməyə bir masa, orada 4-6 nəfərlik, hətta 4 nəfərlik də bir masa var, divan, kreslo, qabağında da 2 dənə balaca bir stulçukları var oturmaq üçün. Sonra burada 2 nəfərlik, 3 nəfərlik yellənçək var, həsirdən, qəşəng, bahalı həsirdir, oturub yellənmək üçün, burada dincəlmək üçün geniş, böyük bir cam balkonlu söhbətgahı mətbəxlə birlikdə varıdır. Bura həyətin, evin ümumi texniki otağıdır. Bura geniş duş otağıdır, həyət üçün nəzərdə tutulmuş. Bir də bunun arxasında həyət üçün nəzərdə tutulmuş ayrıca sanitar qovşağı var. Bu qapı da birbaşa qapı kimi, yəni pəncərə kimi istifadə olunan bir qapıdır. Birbaşa qonaq otağına, mətbəxə keçid mümkündür. Sən o cam balkonlu geniş söhbətgahı göstərməmsən də, hə? Gəl orayla gəl. Gəl gör nə boydadır, bax. Özünün kondisioneri, özünün hər bir şeyi var, mövcuddur. Oturmaq üçün. Ona görə deyirdim, evin içərisində gördüyünüz indi görəcəksiniz, mətbəxdən demək olar ki, istifadə olunmayıb. Ancaq buradan istifadə edirlər. Gəl keç. Bax, geniş, böyük bir yayqış mətbəxi istifadə edən olunur hal-hazırda. Ön hissələr hamısı cam balkon. Burada kondisioner işləyir. Böyük, geniş Mitsubishi. Burada mətbəx mebeli, soyuducusu, hər bir şəraiti var. Əzizlərim, indi isə keçək evin daxilinə. Buyurun, getdik. Gəl. Elvin, necədir? Ev xoşuna gəldi? Evin həyəti, çölü, içərisi
çölündən gözəldir, belə deyim. 2 mərtəbəli monolit betonla inşa olunub. Ev haqqında məlumat vermişdim. Yenidən də bir qiyməti deyim sizlərə. 495 min start qiymətdir. Endirim olunacaq. Yəni bu qiymətə Mərdəkanda, Şüvalanda 1 mərtəbəli evlər var. 6 sot, 2 mərtəbə, tam əşyalı, 495 min start qiymət. Keçən kimi burada asılqan var, burada dolab var. Burada paxlava kimi aynalardan bir bəzənmə divarı düzəlib. Sonra sol tərəfdə 1-ci mərtəbədə yataq otağı yerləşir. Dolab, hər bir şey. Yəni bugünkü gündə nə lazımsa. 2-ci mərtəbənin 1-ci mərtəbəsində yataq otağı olmağı şərtdir. Bunu mən sizlərə deyim, bu super bir şeydir. Bu yəni gözəl bir şeydir. Sonra burada qonaq otağıdır. Qonaq otağı ilə burada mətbəx birlikdədir. İnanın Allah, baxın görürsünüz, mətbəx otağı o qədər təmiz qalıb ki. Niyə? Çünki demək olar ki, biz neçə aydır burada yay vaxtı gəlib gedirlər. Həyətdəki mətbəxdən istifadə edirlər. Burada hovuza baxan hissədir, bu hissə. Həyətə bütün pəncərələrin özlərinin torcuqları var, setkaları. Sonra qəşəng su hövzəsi, qaz sobası, soyuducu, soba. Burada soba, mətbəx mebeli, divanı, kreslosu, yemək masası, televizor, TV stand, aşağısında elektrik, kamen. Gözəldir, çox qəşəngdir. Kondisioner həm 1-ci mərtəbədə, həm 2-ci mərtəbədə işlək vəziyyətdədir. Sonra bu pilləkənin altı bütöv olaraq dolabdır. Dolab yığılıb, evin də kombi aparatı burada yerləşir. Bu hissədə isə 1-ci mərtəbədə burada bir gözəl bir şey var. Bax, girdik, bunu yandırım Elvin. Burada əl üzüyan. Sağ tərəfdə unitaz, ayaq yolu yerləşir və burada paltar yuyan maşın qoyulub. Sol tərəfdə isə ayrıca burada duş kabina, duş otağı yerləşir. Ayrı-ayrı, çox qəşəng. Qalxırıq 2-ci mərtəbəyə. Bir daha söyləyirəm, monolit betondur. Torpağın da evində kubçası var. Mən burada Şüvalanda, Mərdəkanda satdığımdan Şüvalan Mayak ərazisində çox ev satmışam da. Mən düşünürəm ki, bu ev haqqında da kimlərsə düşünəcək, mənlə zəng vuracaqlar mənə, danışacaq, gəlib bu evi alacaqlar bizdən. İnşallah, buna əminəm. Çünki evdən çox xoşum gəlir. Çox qəşəng evdir. Pilləkənlə qalxan kimi yenə 1-ci mərtəbədəki kimi. Bax, keçən kimi sağ tərəfdə əl üzüyan, unitaz, burada tam mərkəzdə əl üzüyan, sol tərəfdə isə ayrıca duş kabina. Qəşəng, geniş, gözəl bir dəhliz var. Dəhlizin bu hissəsində bir dənə bəzənmə stolu qoyulub, aynası. Bir dənə kondisioner üçün yerləri hazırdır. Kondisioner qoymaq olar bura. Sonra burada ön hissədə həyətə baxan eyvan var. Eyvana çıxış var. Oturmaq üçün, kofe içmək üçün kiçik burada bir masa qoyulub. Bu qapı bağlıdır. Sizə deyəcəm niyə görə bağlıdır. Bu yenə yataq otağı, 2-ci mərtəbədə yerləşən yataq otağı. Bu yataq otağında eyvanı var. Ön hissəyə baxır. Həyətdən göstərmişdim sizə. Bura isə geniş, böyük bir yataq otağıdır. Bu yataq otağının da birbaşa həyətə buradan baxışı var. Hovuz tərəfə, hovuz hissəyə baxır. Burada bəzənmə stolu var. İndi mən sizə deyim, o yatağı, o qapı niyə bağlıdır? Ev sahibi o qapını bağlayıb, buranı açıb, bu otağı qatıb öz yataq otağına, özü üçün buranı gözəl bir qardirob otağı eləyib. Qarşısında da eyvanı var. Dəyərli izləyicilərimiz, ev haqqında sizlərə bir daha məlumat verim. Bax burada, bu qardirob otağında. Qardirob otağı çox xoşuma gəlir. Həm sağ hissə, həm sol hissə, hamısı dolabdır. İçərisində paltarlar səliqəli asılıb, yığılıb. Əziz izləyicilərimiz, biz bugün hardayıq? Şüvalan, Mayak ərazisi, Mayakın deməli ən hündür bir ərazisindəyik. TT, təmir tikinti materialları satılan mağazinin və Alaçatı restoranına 600 metrlik məsafədə, hətta 600 metrdən azdır ki, çox deyil. Bu ev 6 sotun içərisində 2 mərtəbəli 495 minə start qiymətə bizim tərəfimizdən satışa çıxdı. Endirim olunacaq, gəlin, alın, yaşayın, hətta 4 fəsildə yaşaya bilərsiniz. Təşəkkür edirəm sizə, bizi izlədiyiniz üçün.